Əsrlər boyu insan ağlı kainatdakı nizamı izah eləmək üçün simvollar axtarırdı. Buludların arxasında ağ qanadlı varlıqlar, təbiət hadisələrini idarə edən sehirli güclər xəyal edirdik. Bugün din fəlsəfəsində mələk dediyimizdə bir çoxunun ağlına gələn ilk şey mifoloji şuurun yaratdığı bu obrazlardır. Lakin gəlin reallığın pərdəsini biraz qaldıraq. Əgər bəşəriyyətin ən çox oxunan kitablarından biri olan Qurani-Kərim mələk anlayışı ilə bizə tamamilə fərqli, elmi və hüquqi bir sistem təqdim edirsə, onda necə? Bəlkə mələklər göydə uçan varlıqlar yox, kainatın bir-birinə bağlı mütləq qanunlarıdır. Bugün məhz bu məsələdən danışacağıq. Bir fəlsəfəni anlamaq üçün onun dil kodlarını sındırmaq lazımdır. Ərəb dilinin etimoloji strukturunda mələk sözün kökü olan mələkə kökü nağıl qəhrəmanlarını deyil, birbaşa idarə etməni, sahibliyi, hakimiyyəti və sistemi intizamda saxlama gücünü ifadə edir. Ərəb dilinin nəhəng lüğəti olan Firuzabadinin Əl-Qamusul Muhit əsərində qeyd olunur ki, bu kök bir şeyi bərkitmək, reallaşdırmaq, nizamı idarə etmək mənasını daşıyır. Həmin kökdən törəyən məlik, sistemin mütləq qanunvericisi, yəni Allahdır. Mülk onun idarə etdiyi makro və mikro kainat, yəni bütöv bir ekosistemdir. Bəs mələk və ya çoxluq halında olan mələikə nədir? Hüquqi müstəvidə yanaşsaq, mələk tərəfindən mülkü idarə etmək üçün qoyulmuş konstitusional qanunlar, idarəedici mexanizmlər və fundamental qüvvələrdir. Onlar şuurlu fərdlər deyil, sistemin proqram kodlarıdır. Gəlin bu tezisi birbaşa mənbə ilə, Quranın öz ayələri ilə müqayisə edək. Təhrim surəsi 6-cı ayədə mələklər haqqında belə buyurulur. La ya'sunallaha ma amarahum və yef'alun ma yu'marun. Onlar Allahın əmrlərinə asi olmazlar. Nə əmr olunubsa, onu da icra edərlər. Fəlsəfi və rasional olaraq bu ayənin tərifi nədir? Təbii ki, mütləq qanunun tərifidir. İnsan iradəsi qanunu poza bilər, cinayət edə bilər, amma kainatın fiziki qanunları öz proqramından kənara çıxa bilməz. Suyun 100 dərəcədə qaynaması qanunu sistemə üsyan eləyib bu gün 50 dərəcədə qaynayacaq deyə bilməz. Cazibə qanunu bu gün tətil elan edə bilməz. Onlar tam bir mütəilliklə, itaatkarlıqla verilən proqramı icra edirlər. Çünki onlar iradəsi olan canlılar deyil, Yaradanın maddiyyata kodlaşdırdığı mələikələrdir, yəni təbiət qanunlarıdır. Quran ziddiyyətləri sevmir. Zariyat surəsində and olsun işləri bölüşdürən mələklərə, Naziyyət surəsində and olsun işləri idarə edənlərə deyə and içilir. Kainatdakı enerjinin, ruzinin, elementlərin bölüşdürülməsi xaotik deyil. Hər şey riyazi, fiziki və kimyəvi qanunlarla idarə olunur. Budur, Quranın idarə edən qüvvələr dediyi gerçəklik. Ola bilər bəziləri düşünər ki, aha, bu da təzə bir fikirdir. Əslində heç də belə deyil. İslam düşüncə tarixinin ən parlaq zəkaları da bu rasional teologiyanı müdafiə etmişlər. Böyük İslam filosoflarından olan İbn Sina və Farabi mələkləri kainatın hərəkət verici təbii qüvvələri adlandırırdılar. Məsələn, tibbin və fəlsəfənin atası sayılan İbn Sina özünün məşhur Əş-Şifa, yəni Şəfa kitabında mələkləri birbaşa elmi dillə ifadə edərək yazırdı. Mələklər dediyimiz varlıqlar əslində göy cisimlərin hərəkətini, elementlərin bir-biri ilə reaksiyasını və təbiətin nizamını təmin edən daxili hərəkət verici qüvvələrdir. Böyük mütəfəkkirlərdən İmam Qazali isə İhya Ulumuddin əsərində bu fikri daha da konkretləşdirir. O, maqnitin dəmiri çəkməsi kimi fiziki hadisələri izah edərkən deyir: təbiətdəki hər bir qüvvə, istər bitkinin böyüməsi olsun, istərsə də maddənin hərəkəti, hamısı bir mələyin icraatıdır. Mələk Allahın maddəyə verdiyi o daxili qüvvə və qanunun adıdır. Hətta böyük İslam sosioloqu və alimi Şah Vəliyullah Dehləvi də Hüccətullahil Baligə əsərində mələkləri birbaşa fizika və təbiət qanunlarının kosmik daşıyıcıları adlandırırdı. Gördüyümüz kimi, klassik İslam fəlsəfəsi mələk anlayışını heç də nağıllaşdırmır. Əksinə, onu kainatın işləmə mexanizmi, yəni elmi qanuna uyğunluq kimi qəbul edir. Mələikə anlayışını mifologiyaya sıxışdıranların ən böyük arqumenti mələklərin qanadları təsviridir. Fatih surəsinin ilk ayəsində mələklərin 2, 3, 4 qanadlı elçilər olduğu bildirilir. Əgər biz bura sönük bir təxəyyüllə baxsaq, mələkləri quş kimi təsəvvür etsək, elmin və rasional fəlsəfənin qapısını bağlamış olar. Ərəb dilinə qanad mənasında işlədilən canan sözü həm də güc, sürət, tərəf, ölçü və dimensiya deməkdir. Müasir kvant fizikası və astrofizika bizə kainatın yalnız 3 ölçüdən ibarət olmadığını deyir. Allahın yaratdığı qüvvə vektorlarının, subatomik hissəciklərin və fundamental qanunların müxtəlif təsir gücləri, yəni çoxölçülü qanadları var. Ayənin sonunda gələn o, yaradılışında istədiyini artırar ifadəsi də məhz kainatın dinamik genişlənməsinə və yeni fiziki ölçülərə işarə edir. Bəs görəsən hamımızın qorxduğu ölüm mələyi nə deməkdir?
Rasional teologiyada ölüm əslində qılıncla can almağa gələn bir fiqur deyil. Ölüm bioloji bir qanuna uyğunluqdur. Termodinamikanın ikinci qanunu olan entropiyadır. Yəni, kainatdakı hər şeyin nizamlılıqdan nizamsızlığa, köhnəlməyə və ölümə doğru getməsi qanunudur. Vaxtı çatanda bioloji proqram dayanır və hüceyrə səviyyəsində ölüm qanunu, mələk işə düşür. Qısa olaraq desək, ölüm mələyi, yəni ölüm qanunu uyğunluğudur. Bura qədər hər şey aydındırsa, ortaya bir sual çıxır. Bəs ateist mütəfəkkirlərin İslam teologiyasına ən böyük etirazı nədir? Onlar illərdir eyni arqumenti irəli sürürlər. Kainatdakı hər şey fizika və təbiət qanunları ilə mükəmməl şəkildə izah olunursa, buludların arxasında uçan gizli, metafizik mələklərə nə ehtiyac var? Elm mələklərin funksiyasını əlindən alıb. İlk baxışda çox güclü bir etiraz kimi görünür, elə deyilmi? Lakin bu arqument çox böyük bir məntiqi xətaya, uydurma mifologiya səddinə söykənir. Ateist tənqidçilər əslində Quran təqdim etdiyi mələk anlayışını deyil, orta əsr kilsə nağıllarının və ya Yunan mifologiyasının yaratdığı quş qanadlı fərdləri rədd edirlər. Onların rədd etdiyi o sehirli varlıqları elə Quran özü də rədd edir. Rasional teologiya bizə göstərir ki, elm və din burada rəqib deyil, eyni reallığı fərqli dillərdə ifadə edən iki müttəfiqdir. Ateist alim laboratoriyada bir təcrübə aparır və deyir: "Mən maddənin daxili dinamikasını, atomların bir-birini cəzb etmə qanuna uyğunluğunu kəşf etdim." Quran isə eyni qanuna uyğunluğa baxır və deyir: "Bax, bu gördüyün mütləq güc və ötürücü mexanizm yaradanın əmridir, yəni mələkdir." Yəni, elmin təbiət qanunu adlandırıb sadəcə təsvir etdiyi o mütləq iradəsiz mexanizm əslində teologiyanın mələk dediyi gerçəkliyin elmi adıdır. Elmin kəşf etdiyi hər bir yeni fundamental qüvvə əslində Quranın bəhs etdiyi o nəhəng hüquqi və fiziki sistemin, yəni mələikənin yeni bir maddəsinin kəşfidir. Elm qanunları tapdıqca mələkləri yox etmir, əksinə onların kainatdakı riyazi izlərini vizuallaşdırır. Gördüyümüz kimi Quranın lingvistik kökləri və rasional fəlsəfə ilə oxuduqda din və elm arasındakı uydurma divarlar yıxılır. Mələklər yaradanın ən böyük mülkdə asayişi, təkamül və nizamı qorumaq üçün təyin etdiyi mütləq qanunlar məcmusudur. Biz onları laboratoriyada fiziki qanunlar adlandırırıq. Quran isə onları mələikə olaraq vəsf edir. Adlar dəyişir, amma heyranlıq doğuran o mütləq nizam eyni qalır. Bəs siz necə düşünürsünüz? Kainatın bu gizli kodlarına fərqli bir prizmadan baxmağın vaxtı gəlmədimi? Fikirlərinizi şərhlərdə yazın. Elmi və fəlsəfi araşdırmalarımızın davamı üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, Allah'a emanet.